indiki dövrdə psixoloqların insanlara tövsiyə elədiyi empatiyanı İmam Əli əleyhissalam oğlu İmam Həsənə vəsiyyətində qeyd edib, yəni bizə vəsiyyət olaraq empatiyanı qeyd edib. Necə qeyd edib? Buyurur ki, oğlum, özün və başqaları arasında ölçü say. Özün üçün istədiyini başqaları üçün də istə. Özünə rəva bilmədiyini, qıymadığını başqalarına da qıyma. Baxın, 1400 il bundan əvvəl İmam Əli əleyhissalam insanlara empatiyanı öyrədir. Deyir ki, heç nəyi başqasına əgər qıymasansa, bax öz davranış var. Bax, əgər sənə qarşı özün kimi davransalar, sənə xoş gələrsə, o cür davran. Özünü başqalarının yerinə qoy. Ailə münasibətlərində də belədir. Tərəflər gərək bir-birlərini özlərinin yerinə qoyub empatiya qursunlar. Belə olanda mehribançılıq yaranır. Niyə? Çünki bir-birlərinə başa düşürlər.